Bakı Kitab Mərkəzində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Mahir Tarzən, xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunmuş Əbədi Yaşar Sənətkar kitabının təqdimat mərasimi baş tutub. Tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və sevənlərinin iştirak etdiyi tədbirdə xalq artistinin Azərbaycan tarix ifaçılığı sənətinə verdiyi böyük töhfələrdən, özünə məxsus ifa tərzindən və pedaqoji fəaliyyətindən söz açılıb. Haqqında yazılan Əbədi Yaşar Sənətkar kitabı sənətkarın zəngin yaradıcılıq yolunu, arxiv sənədlərini və onun haqqında yazılmış dəyərli xatirələri özündə birləşdirir. Nəşrin əsas məqsədi Fikrət Verdiyev irsini gələcək nəsillərə və musiqi ictimaiyyətinə daha yaxından tanıtmaqdır. Fikrət Verdiyevin vaxtı ilə ifa etdiyi klassik muğamlar və bəstəkar əsərləri səsləndirilib. Onun həyatından bəhs edən video çarxlar nümayiş olunub. 2017-ci ildə mən bu kitabın yazılmasını qərara aldım və Fikrət müəllimi yaxından tanıyan, 100-ə yaxın deməli onun yaxın dostları, sənət dostlarından xatirələr toplamağa başladım. Fikrət Verdiyev Göygöl ansamblı, yəni Gəncədə yaşayırdı. Öz fəaliyyət səviyyəsində olan ansamblı, yəni gətirdi profesional şəkildə dövlət ansamblına çatdırdı. Onun xatirəsi onun dostlarının yaddaşında əbədi yaşayır.